Salam əziz şagirdlərim, biz artıq əsas nitq hissələrini keçib bitirdik. İndi isə köməkçi nitq hissələri ilə izahlarımıza davam edirik. Gəlin izaha başlamazdan öncə ilk olaraq qoşma sözü haqqında danışaq. Baxın, qoşma sözündə qoş sözün kökü olacaq, leksik şəkilçisi olacaq və sözün başlanğıc forması olacaq qoşma. Köməkçi nitq hissəsi kimi. Ancaq biz deyə bilərik ki, qoşma. Bax, bir də yazaq qoşma sözünü. Qoş sözün kökü, ma isə burada inşalıq şəkilçisi olacaq və vurğu birinci hecada olmuş olacaq. Amma qoşma sözündə isə vurğu ikinci hecada olacaq. İndi gəlin köməkçi nitq hissəmiz olan qoşma ilə izahımıza davam edək. Qoşma ismin adlıq, yiyəlik, yönlülük, çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən mənaçaları əmələ gətirən köməkçi nitq hissəsidir. Məsələn, sənin üçün, evə tərəf, vətən naminə və s. Qoşmalar təklikdə müstəqil məna bildirmir. Yadınızda saxlayın. Təklikdə müstəqil məna bildirmir. Onlar ismin müəyyən hallarında olan sözlərə qoşulduqdan sonra müxtəlif məna çalarları əmələ gətirir. Qoşmalar quruluş baxımından ancaq sadə olur. Baxın, bunu da yadınızda saxlayın, fosforlayın burada sizin üçün. Qoşmalar quruluş baxımından ancaq sadə olur. Digər köməkçi nitq hissələrindən fərqli olaraq, bax bunu da fosforlayaq, qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Məsələn, sənin kimlər çoxdur. Burada çoxdur olur xəbər, sənin kimlər, bax bir yerdə olacaq mübtəda. Bütün bunlar sənə aiddir. Bax, sənə aiddir. Bir yerdə olacaq cümləmizin xəbəri. Sənin üçün darıxıram. Bax, sənin üçün, kim üçün? Burada da olacaq tamamlıq bir yerdə. Digər köməkçi nitq hissələrindən fərqli olaraq qoşmalar qoşulduğu sözlə birlikdə bəzi qrammatik şəkilçilər qəbul edə bilər. Məsələn, cəm, mənsubiyyət, hal, xəbərlik şəkilçilərini də qəbul edə bilər. Məsələn, sözüm sənin kimilərədir. Bax, burada nə qəbul etdilər? Cəm, hal şəkilçisi, yönlü hal şəkilçisidir. Nəyi bildirir burada? Şəxs xəbərli şəkilçisini bildirmiş olacaq. Bütün bunlar sənə aiddir. Baxın, burada sonda da deyir, xəbərli şəkilçisidir. Təsriflənən feillər, feili bağlamalar qoşma ilə işlənmir. Baxın, bunu da qeyd olaraq yadımızda saxlayaq. Təsriflənən feillər, feili bağlamalar qoşma ilə işlənmir. Hansılar oldu? Feil, təsriflənən feillər və feili bağlamalar qoşma ilə işlənmir. Qoşmalar təsriflənən feilə qoşula bilmədiyi üçün qoşulduğu sözlə bircə feili xəbər ola bilməz. Yaxşı, feili xəbər ola bilməz. Daha sonra tək hecalı qoşmalar sözə bitişik yazacaq. Məsələn, tək, dəş, can, lalə tək, evə tək, yol boyunca, səhərəcən və s. Gəlin indi hallara görə qoşmaların qruplaşdırılmasına. Adlıq və müəyyən yəlik hala qoşulan qoşmalar, yönlük hala qoşulan qoşmalar və çıxışlıq hala qoşulan qoşmalar. Baxın, burada adlıq və müəyyən yəlik hala qoşulan qoşmalar eynilik təşkil edir. Yadımızda saxlayaq. Qədər, kimi, tək, ca, üçün, ilə, haqqında, haqda, barəsində, barədə, əvəzlə, naminə, üzrə. Bax, çalışaq ki, bu qoşmaları əzbərləyək ki, testdə biz işləyəndə bizim üçün rahat olsun. Qədər, kimi, tək, ca, üçün, ilə, haqqında, haqda, barəsində, barədə, əvəzlə, naminə, üzrə nə oldu? Adlıq və müəyyən yəlik hala qoşulan qoşmalar oldu. İndi baxın, yönlük hala qoşulanlara. Qədər, kimi, dək, ca, tərəf, doğru, qarşı, sarı, aid, dair, məxsus, nisbətən, yaxın, görə, əsasən və s. Bunlar da yönlük hala qoşulan qoşmalar oldu. Gəldik çıxışlıq hala. Çıxışlıq hala qoşulan qoşmalara isə biz sonra əvvəl, qabaq, bəri, qeyri, başqa, savayı, ayrı, özgə, əlavə, ötürü qoşmalarını aid edə bilərik. Baxın, bizə testdə düşə bilər ki, o hansı qoşmadır ki, 3 hala qoşula bilir. O hansı qoşmadır ki, 3 hala qoşula bilir. Baxın, bu qədər kimi qoşmasıdır. Qədər kimi. Bax, gördüyümüz kimi nəyə qoşuldu qədər kimi? Həm adlıq hala, həm müəyyən yəlik hala, həm də yönlük hala qoşulmuş oldu. Qədər kimi qoşması 3 hala qoşula bildi. Hansılar oldu? Adlıq, müəyyən yəlik hala və yönlük hala qoşuldu. Bunu da qeyd edirsiniz. Yaxşı. İndi gəlirik qoşmaların məna çalarlarına. Baxın. Var bənzətmə qoşması. Birinci bənzətmə qoşması haqqında danışaq. Bənzətmə qoşmalarına qədər, kimi, təki ca aiddir. Bax, bənzətmə qoşmasına. Qədər, kimi, təki ca. Fuad qədər, bax, yəni Fuad kimi. Sən tək, gül təki, uşaqca və s. Daha sonra birgəlik vasitə bildirənlər. İlə, bir də caca. Bax, burada bəzəni qarışdırmayın, bəzən aid deyil bura. Bura aid olan deməli ilə, bu bəzən də deyir. Bax, bəzən də caca. Yəni, birgəlik vasitə qoşması hansı oldu? İlə, lalə və caca. Qələmlə, dayımla, yol boyunca və s. Məsafə bildirən qoşmalar. Qədər, kimi, dək, can. Bax, qədər, kimi, dək, can. Məktəbə qədər, məktəbə kimi, evə dək, sabaha can və s. İstiqamət yön bildirənlər. Bax, tərəf, doğru, qarşı, sarı, düşmənə tərəf, düşmənə doğru, düşmənə qarşı, düşmənə sarı və s. Aidlik, məxsusluq bildirənlər. Aid, dair, məxsus, haqqında, haqda, barəsində, barədə və s. Zaman bildirənlər. Sonra, əvvəl, qabaq, bəri və s. Sizdən əvvəl, sizdən qabaq, səndən sonra. Fərqləndirmə. Bax, mənasında işlən qoşmalar hansılardır? Qeyri, başqa, savayı, ayrı, özgə, əlavə. Səndən qeyri, səndən başqa, səndən özgə, səndən savayı, səndən əlavə. Səbəb, məqsəd, istinad mənası bildirən qoşmalara. Üçün, görə, əsasən, ötürü aiddir. Məsələn, sizin üçün, bildiyimə görə, deyilənlərə əsasən, səndən ötürü və s. İndi isə gələk qoşmaların sinonimliyinə. Qoşmaların sinonimliyində bizə
diqqət eləyək. Bax bu hissələrdə diqqət eləyək. Testdə qarşımıza çıxa bilər. Sinonimlik hissəsinə bax. Bənzətmə bildirənlər, müqayisə bildirənlər, məsafə, istiqamət, aidlik, zaman, fərqləndirmə və səbəb, məqsəd. Baxın. Qədər, kimi, tək. Bax bunların sinonimdir, bir-birini əvəz edə bilir. Sənin tək, sənin qədər, sənin kimi. Gördünüz? Yerinə görə əvəz edə bildirir. Qədərca. Qədərca. Məncə, mən qədər, dəryaca, dərya qədər. Gördük? Sinonim nədir? Bir-birini əvəz edə bildi. Qədər, kimi, dək, can. Məktəbə, dəki, məktəbə, cən, məktəbə, qədər, məktəbə, kimi. Əvəz edə bildi? Bəli. İstiqamət bildirənlər. Tərəf, doğru, qarşı, sarı. Düşmənə tərəf, düşmənə doğru, düşmənə qarşı, düşmənə sarı. Daha sonra aidlik bildirənlər. Aid, dair, məxsus. Bizə aid, bizə dair, bizə məxsus. Zaman bildirənlər. Əvvəl, qabaq, bizdən əvvəl, bizdən qabaq. Fərqləndirmə bildirənlər. Qeyri, başqa, savayı, ayrı, özgə, səndən qeyri, səndən başqa, səndən savayı, səndən ayrı, səndən özgə. Bax, hər biri gördük, əvəz edə bildi. Səbəb, məqsəd bildirənlər. Üçün görə ötürü, sizin üçün, sizə görə, səndən ötürü və s. Bax, bizə testdə düşə bilər ki, qoşulduğu hallar müxtəlif məzmun, yəni məna müxtəlif demək, qoşulduğu hallar müxtəlifdir, amma mənaçaları eynidir. Baxın, bu olacaq üçün görə ötürü qoşmasına aiddir, səbəb, məqsəd məzmunu bildirənlər. Nəyə görə? Çünki baxın, üçünü biz harda gördük? Gördük ki, bu adlıq, yiyəlik hala qoşulan qoşmadır. Bax, bura yazıram. Adlıq, yiyəlik. Görəni hansı cərgədə gördük biz? Görəni də gördük ki, yönlü hala qoşulan qoşmaların cərgəsində. Bəs biz ötürünü harda gördük? Ötürünü də gördük ki, çıxışlı kala qoşulan qoşmaların tərkibində. Deməli, baxın, bu üç qoşma hərəsi bax, müxtəlif hallara qoşulur, amma mənaçaları eynidir. Üçü də səbəb, məqsəd bildirmiş olacaq. Bunu da özünüz üçün qeyd eləyərsiniz. Qeyd eləyin. Məncə qeyd elədiniz. İndi davam edək. Gəldik qoşmaların amonimliyi ilə davam edək. Kimi qoşması həm, bax, kimi daha doğrusu sözünü həm qoşma kimi, həm də əvəzi kimi işlədə bilərik. Sənin kimi düşünürəm, kimi yazır, kimi oxuyur. Bax, burada nə gördük? Hər ikisinin başlanğıc forması kimidir. Amma yadınızda saxlayın ki, bu sual əvəzi ilə amonim olmur. Deyərsiniz, müəllim, niyə? Çünki, məsələn, yazaq ki, kimi gözləyirsən? Bax, kimi gözləyirsən deyəndə bunun başlanğıc forması bax kimdir, ona görə. Yəni yadınızda saxlayırsınız ki, sual əvəzi ilə amonim olmur. Gəldik qədərə. Bax, yəni deyirsiniz ki, bəs müəllim, hansı burada kimi nədir əvəzi yazanda, o bilirik ki, qeyri-müəyyən əvəzlidir. İndi keçdik qədərə. Qədər, bax, qoşma kimi də işlənə bilər, amma isim kimi də işlənə bilər. Yerinə görə biz bunu bilməliyik, ayırt edə bilməliyik. Axşama qədər səni gözlədim. Bax, axşama kimi səni gözlədim. Burada oldu qoşma. Vali buyurdu ki, qəm yeməsin çox, qədər yazdığına bizdə çarə yox. Yəni qədər, tali, qismət, bax, burada isə qədər isim kimi işlənmiş olacaq. Gəldik indi tək sözünə. Tək həm qoşma kimi, həm sifət kimi, həm zərf kimi, həm də ədat kimi işlənə bilər. Bax, burada yadınızda saxlayın ki, bu tək sifət və zərf kimi işlənəndə amonim sayılmır. O, ortaq söz sayılır, ortaq söz. Ortaq söz sayılır bu məqamda, amonim sayılmır. Amma məsələn 1 ilə 3 kimi işlənsə və yaxud da ki 3 ilə 4 kimi işlənsə, 3 ilə 1 kimi işlənsə, bu məqamlarda işlənsə, amonim sayılacaq. Amma bir cümlədə, məsələn, iki variantda versə ki, tək həm sifət kimi, həm zərf kimi yazıb ki, amonimdir, xeyr, sifət və zərf kimi işlənəndə amonim sayılmır. Bu ortaq söz sayılır. Bunu da yeri gəlmişkən dedim, qeydlərinizi götürərsiniz. Bax, qızıl tək parladı, burada olur qoşma. Tək əldən səs çıxmaz. Necə əldən səs çıxmaz? Tək burada oldu sifət və ism aiddir gördüyünüz kimi. Tək qalmaq. Gördünüz, burada feil aiddir. Tək burada deməli nə oldu? Zərf. Tək deyir sənə güvənirəm. Burada isə ədat funksiyasında çıxış eləmiş olur. Gəldik iləyə. İlə həm yerinə görə qoşma, həm də yerinə görə bağlayıcı kimi də işlənə bilər. Qardaşımla mən getdim. Bir də yadınızda saxlayırsınız ki, bağlayıcı kimi işlənəndə gördüyümüz üzrə xəbərin nə olur? Birinci şəxsin cəmində. Xəttin biraz həqiqəsiz düşə bilər, qələmdən asılı düzdürürsən. Əsas odur mən səsləndirirəm, siz də onu dəftərinizdə qeyd edin. Bax, bağlayıcı kimi işlənəndə birinci şəxsin cəmdə olacaq xəbəri. Bax, xəbəri birinci şəxsin cəmində olmuş olacaq. Amma qardaşımla mən getdim deyəndə burada gör ki, birinci şəxsin təkində işlənib. Qardaşımla mən getdim deməli oldu burada la qoşma. Qardaşımla mən getdik deyəndə isə burada la oldu bağlayıcı. İndi gəlirik caya. Buranı silək təmizləyək. Ca, yerinə görə həm qoşma, həm də ədat kimi işlənə bilər. Məsələn, yaş da məndən böyükdür. İmtahana bircə saat qaldı. Bax, burada bircə bütövlükdə ədat kimi götürmədik. Ha. Bax, burada bir, belə ayrım yazdım ki, saydı bir. Burada ca olacaq ədat. Yaxşı. Bircə saat qalıb. Orada bir saydı, ca isə ədat olmuş olacaq. İndi gəlirik tərəf sözünə. Tərəf də yerinə görə həm qoşma, həm də isim kimi işlənə bilər.
Məsələn, bizə tərəf gəlirdi. Bax, bizə tərəf gəlirdi. Burada gəlirdi, bizə tərəf. Bax, burada bizə tərəf olacaq bir yerdə zərflik. Yaxşımı? Onu da özünüz üçün qeyd edin. Bizə tərəf olacaq burada zərflik. Həm də ki, burada tərəf yönlük hala qoşulsa da, bax, nədir burada? Qoşmadır. İndi baxaq növbəti cümləmizə. Burada da bizə tərəf, bax, yadınızda saxlayın ki, söz birləşmə bizə tərəf gəlirdi cümləsində. Söz birləşməsi, bax, sığı bu yazıram. Yəni, söz birləşməsi deyil. Amma sol tərəfə döndü, bax. Sol tərəfə də burada olacaq zərfli. Amma sol tərəfə burada olacaq söz birləşməsi. Bax, bunu dairəyə aldım, olur söz birləşməsi. Və mürəkkəb cümlə üzvü olmuş olacaq. Yaxşı, mürəkkəb cümlə üzvü olmuş olacaq. Amma bizə tərəf gəlirdi olanda isə nə olacaq? Sadə cümlə üzvü. Amma dedik, sol tərəfə döndü. Burada tərəf isimdir. Amma bax, burada olur sol tərəfə mürəkkəb. Mürəkkəb cümlə yazıram. Mürəkkəb cümlə üzvü. Bu da belə. Deməli oldu. Bizə tərəf sadə cümlə üzvü, tərəf orada qoşmadır. Sol tərəfə döndü. Burada tərəf isimdir və sol tərəfə cümlənin zərfliyi oldu və mürəkkəb cümlə üzvüdür. Həmçinin də sol tərəfə söz birləşməsidir. İndi gəldik doğru sözlə. Doğru da yerinə görə qoşma, sifət və zərf kimi işlənə bilər. Baxın, burada da gördüyünüz kimi 3 və 2 kimi işlənəndə bu amonim sayılmır. Ortaq söz sayılır. Ortaq söz. Ortaq söz sayılacaq sifət və zərf kimi işlənəndə. Bax, əgər bu 1 və 2 burada rəqəmlərə uyğun deyirəm. Baxın, 1 və 2, 1 və 3 kimi işlənəndə olacaq nə? Qrammatik amonim. Qrammatik amonim sayılacaq. Yaxşı, bunu da özünüz üçün qeyd edin. Sonra gəlirik sarı sözünə. Bax, sarı sözündə əsas vurğunu səhv salırsınız. Bax, sarı sözündə hansı nitq hissəsi olmasından asılı olmayaraq, vurğu sözün, bax, hara düşdü? İkinci ecasına düşmüş oldu. Həm qoşma kimi işlənə bilər, həm sifət kimi, həm də fe'l kimi yerinə görə işlənə bilər. Baxın, sarı sifət və fe'l kimi işlənəndə olacaq nə? Leksik amonim. Sifət və fe'l kimi işlənəndə olur leksik amonim. Amma ki, bax, burada sırasına uyğun deyirəm. 1 və 2, 1 və 3 kimi işlənəndə, yəni qoşma və sifət, qoşma və fe'l kimi işlənəndə artıq sayılacaq nə? Qrammatik amonim. Qrammatik amonim. Yaxşı, bunu da qeyd edin. Deməli, 2 və 3 kimi işlənəndə, yəni sifət və fe'l kimi işlənəndə olur leksik amonim, amma 1 ilə 2, yəni qoşma və sifət, qoşma və fe'l kimi işlənəndə olacaq qrammatik amonim. Məktəbə sarı gedirdi. Bax, burada olur qoşma. Sarı köynək geyinmişdi. Necə köynək? Sarı köynək, burada sifət. Qolunu sarıdı, burada da olur fe'l. İndi baxaq qarşı qabaq sözlərinə. Qoşma və zərf kimi işlənə bilər. Bax, özkülərə qarşı mücadilə etdi. Səndən qabaq gəlmişəm. Burada nə oldu? Burada qoşma kimi işləndi. Daha sonra zərf kimi necə işlənə bilər? Musa qarşıda, yəni oturmuşdu və yaxud da ki, Musa qabaqda oturmuşdu. Burada nə oldu? Görürük ki, burada da fe'lə aiddir. Burada da zərf kimi işlənmiş olacaq. Burada qabaq, bax, müxtəlif özdə fərqli mənalarda da işlənə bilər. Qabaq bildiyimiz o balqabaqdır. Həm isim kimi işlənə bilər balqabaq mənasında. Həm də ki, qabaq tərəf sifət kimi də işlənə bilər. Bax, bu qabaq sözü. Qarşı sözü də, bax, bu qarşı, bura ox qoyum. Qarşı sözü də həm sifət kimi işlənə bilər. Məsələn, qarşı sıra. Biraz artırım. Aha. Qarşı sıra. Həm də işlənə bilər ki, dedik, qoşma kimi, həm də qarşı sıra və yaxud da ki, qabaq da dedik, sifət kimi işlənə bilir, qabaq sıra. Bu da belə. Buradan da qeydlərimizi götürdüksə davam edək. Sonra, əvvəl, bəri. Bax, həm qoşma kimi işlənə bilir, həm də zərf kimi işlənə bilir. Məsələn, məndən sonra gəldi və yaxud da məndən əvvəl gəldi. Burada oldu qoşma. Əvvəl düşün, bax, fe'lə aiddir. Sonra danış. Ona görə də oldu zərf. Əlavə sözü. Yerinə görə qoşma, sifət və isim kimi işlənə bilir. Dərsdən əlavə testləri də yazın. Bax, dərsdən əlavə. Burada qoşma. Əlavə bax, ismə aiddir sifət. Cümlə üzvünün əlavəsini tapın. Nəyini əlavəsidir? Burada da oldu isim. Nə əlavə? Qeyri, başqa, özgə. Yerinə görə qoşma və sifət kimi işlənir. Səndən qeyri tanıdığım yoxdur. Bax, səndən qeyri, səndən başqa tanıdığım yoxdur. Burada oldu qoşma. İçəri başqa adam gördünüz, ismə aiddir. Ona görə nə oldu? Sifət. Ayrı sözünə baxaq. Qoşma, sifət və zərf kimi işlənə bilir. Səndən ayrı təndə canı neylərəm? Burada oldu qoşma. Ayrı iş, bax, ismə aiddir. Oldu sifət. Sevgimdən ayrı düşüb, indi sevgisiz ölürəm. Bax, burada da nəyə aiddir? Fe'lə. Oldu nə? Zərf. Gəldik qeydlərimizə. Qeydlərimizdə deyir ki bizə. Üçün, ötürü, görə, savayı, dəc, can, haqqında, haqda, barəsində, barədə sözləri yalnız qoşma kimi işlənir. Bax, yalnız deyilənə qoşma kimi işlənir. Üçün, görə, savayı, dəc, can, haqqında, haqda, barəsində, barədə ancaq qoşma kimi işlənir. Bax, nə zaman? Bunlar başlanğıc formada olanda ha. Məsələn, 3-ün 4-dən nisbəti deyəndə, bax, orada saydan söhbət. Bax, yazılış görsən burada da 3-ün, burada da 3-ün. Amma burada 3-ün qoşmasından söhbət gedir. 3-ün nə bilim neçəyə nisbəti deyəndə, burada başlanğıc forma 3 olur. Bax, başlanğıc forma 3-dür, bu qoşma deyil. Və yaxud da ki, görə sözündə. Gərək, onu görə və s. Görədə isə bax, başlanğıc forma kaş onu görə, gərək onu görə. Sözün başlanğıc forması olur gör. Və bu hissələrə də diqqət yetirərsiniz. Yaxşı, bax, elə görəni bu formada görüb qaçıb qoşma götürmək olmaz da, yerinə görə baxıb təhlil etmək lazımdır.
Qeyd 2-də bizə nə deyir? Qeyd 2-də bizə deyir ki, kimi qoşması bəzən feili sifətə qoşulduqda zaman mənası bildirir. Körpə səs eşidən kimi yuxudan oyandı. Nə vaxt yuxudan oyandı? Bax, burada zaman mənası bəzən bildirə də bilər, bildirir, amma bəzən bildirməyə də bilər. Məsələn, bülbül oxuyan kimi kimsə oxuya bilməz. Bülbül oxuyan kimi kimsə oxuya bilməz. Bax, burada zaman məzmunu bildirmədi. Amma yerinə görə bəzən zaman məzmunu bax bildirir. Burada körpə səs eşidən kimi yuxudan oyandı. Nə vaxt, nə zaman? Burada zaman mənası bildirdi. Amma zaman mənası bildirməyə də bilər. Məsələn, bülbül oxuyan kimi kimsə oxuya bilməz. Qeyd 3-də deyir ki, qarşı qoşması əks ziddiyyət mənası da bildirir. Bax, qarşı qoşması əks ziddiyyət mənası da bildirir. Haqsızlıqları gördükcə Muradda ona qarşı nifrət hissi oyanırdı. Bu da belə qoşma haqqında deyəcəklərimiz bu qədər. Əslində bir iki əlavəmiz də var, onu da deyim. Sonra bağlayıcı ilə davam edək. Baxın. İndi yazaq. İclasdan əvvəl mən getdim. Deyin mənə görə altından bu xətt çəkdiyim əvvəl sözü nədir? Fikirləşin, özünüz qeyd edin, şərh bölməsində də qeyd edərsiniz. Mən izah eləməmişdən əvvəl, yaxşı? İndi başlayım sizə izah eləməyə. Bax, iclasdan əvvəl mən getdim. Burada bunu biz yerinə görə həm zərf kimi düşünə bilərik. İclasdan, həm də burada qoşma kimi də işlədə bilərik. İclasdan öncə mən getdim, qoşma kimi və yaxud da iclasdan əvvəl mən getdim. Yəni iclas olmayıb, ondan əvvəl mən getdim artıq. Yaxşı, burada yerinə görə, yəni əvvəlcə iclasdan mən getdim. Gördünüz, əvvəli ona keçirək, mənasına baxın. Yəni burada əvvəl sözün biz yerinə görə həm qoşma, həm də zərf kimi düşünə bilərik. Bu hər zaman belə olurmu? Xeyr, hər zaman belə olmur. Yerinə görə, mənasına görə baxmalıyıq. Məsələn, deyərsən ki, məsələn metrodasan, deyirsən ki, qatardan əvvəl mən düşdüm. Bax, burada əvvəl sözü sizcə nə olacaq? Birinci düşünün. Bax, qatardan əvvəl yerinə öncə qoyaq. Qatardan öncə mən düşdüm, sonra qatar düşdü. Ola bilər belə? Yox, ola bilməz təbii ki. Ona görə burada qoşma kimi işləməyəcək. Əvvəl burada olacaq zərf. Yaxşı mən ağıllı balalarım. Burada olacaq zərf. Çünki bax gördük də əvvəlcə qatar düşüb, sonra mən düşmədim ki. Qatardan əvvəl mən düşdüm. Burada zərf kimi işlənəcək əvvəl. Bu qeydi də yazın, yadınıza saxlayın. Sonra bir dənə bura yazdığıma diqqət eləyin. Sənin haqqında. Sənin haqqında. Bax bu haqqında sözünü həm biz qoşma kimi, həm də isim kimi düşünə bilərik. Biri var ki, sənin haqqında, sənin barədə, sənin haqda kimi düşünürük bunu, deyərik qoşma. Bir də ki, sənin haqqında formasında düşünə bilərik. Onda da olacaq isim. Bu da belə. İndi davam edək bağlayıcı ilə. Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan nə olacaq? Köməkçi nitq hissəsi olacaq təbii ki, bağlayıcı. Bağlayıcılar təkcə sözləri, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlayacaq. Sintaktik vəzifəsinə görə bağlayıcıları biz iki qrupa böləcəyik. Biri var tabesizlik bağlayıcıları, bir də var tabelilik bağlayıcıları. Tabesizlik bağlayıcıların da iki işlənmə yeri var. Biri sadə cümlənin həmzəs üzvlərini bir-birinə bağlar. Bax, yadımızda saxlayaq. Neynədir? Sadə cümlənin həmzəs üzvlərini bir-birinə bağladı. Məsələn, Ümid və Orxan məktəbə birlikdə getdilər. Bax, burada və neynədir? Sadə cümlənin həmzəs üzvlərini bir-birinə bağladı. Bir də tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlaya bilər. Mən çox dedim, amma o eşitmədi. Bax, gördüyümüz kimi tabesiz mürəkkəb cümlənin burada da tərəflərini bir-birinə bağladı. Gəlirik tabelilik bağlayıcılarına. Bu tabelilik bağlayıcılarının da işlənmə yeri birdir. Baxaq görək hansıdır? Yalnız tabeli mürəkkəb cümlələrdə işlənir. Onların tərəflərini bir-birinə bağlayır. Bax, tabeli bağlayıcılar haqqında nə dedi? Ancaq tabeli mürəkkəb cümlələrdə işlənir. Onların tərəflərini bir-birinə bağlayır. Bildiklərini təkrar et ki, yaddan çıxmasın. Mən iclasa gecikdim, çünki dərsim var idi. Bax, gördünüz burada tabeli bağlayıcısı neynədir? Tabeli mürəkkəb cümlənin tərəflərini bir-birinə bağladı. İndi bəs deyə bilərsiniz ki, müəllim, bəs bu tabeli bağlayıcıları tabesiz bu tabeli mürəkkəb cümlədə tabesizlik bağlayıcısı bəs işlənə bilmir. Gəlin indi yoxlayaq görək işlənə bilir, yoxsa işlənə bilmir. Birinci qeyd olaraq yazırsınız ki, tabeli mürəkkəb cümlədə tabesizlik bağlayıcısı işlənə bilər. Bir də deyirəm, qeyd edin, tabeli mürəkkəb cümlədə tabesizlik bağlayıcısı işlənə bilər. Məsələn, deyirsən ki, düzdür, bax özündən sonra verəcək qoyursan, düzdür, mən çox dedim, amma sən eşitmədin. Düzdür, mən çox dedim, amma sən eşitmədin. Bax, burada gördüyümüz kimi tabesizlik bağlayıcısı tabeli mürəkkəb cümlədə işlənmiş oldu. İndi gələk bağlayıcıların quruluş növlərinə. Bağlayıcılar quruluşca olacaq sadə və mürəkkəb. Bir tərkib hissədən ibarət olanlar olacaq
sadə, məsələn, və lakin, hərçənd, həmçinin. Mürəkkəblər isə bitişik yazanlar və ayrı yazanlar da iki hissəyə bölünəcəklər. Hərgah, nəinki, habelə, halbuki bitişik yazanlara, həm də belə ki, istərsə də olacaq nə, ayrı yazanlara daxil ediləcək. İndi baxaq bağlayıcıların mənaca növlərinə. Baxın, bunlarda da həm tabesizlik bağlayıcılar dediyi var, həm də tabelilik bağlayıcılar var. Bunların da özünə məxsus, baxın, görürsünüz, birləşdirmə, inkarlıq bağlayıcılar var. Bunları da bölürük müxtəlif məna növlərinə. Baxaq, birləşdirmə bağlayıcıları görək hansılardır. Birləşdirmə bağlayıcılarına aiddir və ilə. Və ilə, baxın, nə oldu? Birləşdirmə bağlayıcısı oldu. Və ilə bağlayıcısı qoşulduğu sözün ahənginə uyğun yazılmır. İlə bağlayıcısı, bax, ilə bağlayıcısı yazımızda saxlayın. Qoşulduğu sözün ahənginə uyğun yazılmır. Sonra gəldi inkarlıq bağlayıcısı. İnkarlıq bağlayıcısı nədədir? Sonra, bax, nə deyə bilərsiniz ki, nədə qarışdırmayın. Nə həm işlənə bilər əvəzlik kimi. Sual əvəzliyi, məsələn. Həm işlənə bilər ədat kimi. Məsələn, deyin, nə yerində dedin. Həm də gördüyümüz kimi işlənə bilər bağlayıcı kimi. Yer gəlmişkən, bunu da deyim, qeyd edeyim. Yeni mövzu keçirəcəm, baxın, belə də keçdiyimiz mövzuları təkrar eləmiş oluruq. Sonra gəlir iştirak bağlayıcıları. İştirak bağlayıcıları həm də, da, hətta, habelə, həmçinin o cümlədən, o sıradan, eləcə də, özü də nəinki və s. aiddir. Sonra gəlir bölüşdürmə bağlayıcıları. Bunlara isə aiddir ya da, cah da, istərsə də və ya yaxud aydınlaşdırma bağlayıcısı. Bax, aydınlaşdırma bağlayıcısı tabesizlik bağlayıcısında da var. Tabelilik bağlayıcısında da var. Bunları qarışdırmayın, yaxşı əzbərləyin. Bax, tabesizlik bağlayıcısı yəni məsələndir. Amma tabelilik bağlayıcısı ki, belə kidir, yaxşı. Sonra gəldik tabesizlik bağlayıcılarından qarşılaşdırma bağlayıcısına. Amma, ancaq, lakin, halbuki, fəqət isə oldu nə? Qarşılaşdırma bağlayıcısı. Gəldik tabelilik bağlayıcılarına. Tabelilik bağlayıcılarının, bax, 4 dənə məna növü var. Bax, bunu yadda saxlamaq çox asandır. Bax, diqqət edin. Səbəb bağlayıcısı. Çünki, ona görə ki, buna görə də, onun üçün ki, ondan ötürü ki, o səbəbə ki, səbəb bağlayıcıdır. Şərt bağlayıcısı, bax, şərt qoyur. Əgər, hərgah, madəm ki, indi ki, bir halda ki, güzəşt bağlayıcısı, bax, hərçənd ki, yaxşı, bu da oldu güzəşt. Aydınlaşdırmada bayaq da dedim ki, belə ki, tabelilik bağlayıcısının məna növündə olan aydınlaşdırma bağlayıcısına aiddir ki, belə ki, amma tabesizlik bağlayıcısının məna növü olan aydınlaşdırma bağlayıcısı olur. Yəni, məsələn. Qeydlərimizə baxaq görək nə demək istəyir bizdə qeydlərimizdə. Tabelilik bağlayıcıları həmcis üzvləri tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Bax, nə dedi? Tabelilik bağlayıcıları həmcis üzvləri tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. İlə bağlayıcısı mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Bax, bu qeydlərimiz də yadınızda saxlayın. Nə oldu? 2 dənə qeydimiz. Tabelilik bağlayıcıları həmcis üzvləri tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. İlə bağlayıcısı mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Gəldik bağlayıcılarda verginin işlənməsi məqamına. Cümlədə təkrar olunan nə, ca, həm, ya, istər bağlayıcılarına, bax, əvvəl, birincidən başqa vergi qoyur. Bu nə deməkdir? Bax, cah yağış yağır, cah da dayanırdı. Bax, burada görsən, cah yağış yağır, bax, nə oldu? İkincidən əvvəl gəldi, gördünüz? Bu gün ya sən gələcəksən, ya da o, bax, nə oldu? İkinci bağlayıcıdan əvvəl gəldi. Yaxşı. Sonra növbəti, baxaq nə deyir? Cümlənin içərisində, amma, ancaq, lakin, hətta, habelə, yəni, o cümlədən, həmçinin, halbuki, çünki, yoxsa, ona görə ki, ondan ötürü ki, bağlayıcılarından, bax, nə vaxt qoyulur? Əvvəl qoyulur. Bu bağlayıcıların əvvəl qoyulur. Nümunə ilə baxaq. Bura gəldi, bax, ammadan gördük əvvəl. Dərsə getmədi, çünki gördük əvvəl. Hamı o cümlədən, yeni gələn, bax, o cümlədən əvvəl. Gördük. Bu da belə. Sonra cümlədə təkrar olunan dadə bağlayıcılarından sonra, bax, sonuncudan başqa vergül qoyulur. Nə deməkdir bu? Yəni, deyir, xalqın gözü də, bax, özündən sonra qoyuldu, qəlbi də qoyuldu, vicdanı da qoyuldu. Sənsən. Bizə alma da, armud da lazımdır. Bax, bizə alma da, armud da lazımdır. Bax, burada qoyulmuyor, ha. Bizə alma da, armud da lazımdır. Bax, nə gördük? Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Bax, bir də nə dedi? Sonuncudan başqa. Gördük? Bax, sonuncuda qoyulmadı. Amma ondan gələn birinci, ikinci də vergül işarəsi qoyulur. Həmçinin bizə alma da, bax, armud da lazımdır. Bax, birincidən sonra qoyuldu, amma ikinci da qoyulmadı. Bu da belə. Daha sonra. Deyir ki, ki bağlayıcısından sonra vergül qoyulur. Ki bağlayıcısından sonra vergül qoyulur. Mən bilirəm ki, sən də gələcəksən. Bax, indi ədat keçəcək növbəti dərslərdə. Orada da ki ədatı var. Ki ədatı. Bəzən ola bilər ki, ki ədatından sonra da vergül qoyulsun. Burada baxın, indidən deyirəm, yadınızda qalsın, qarışdırmamaq üçün də. Bax, əgər bağlayıcı kimi kinin uzun tələffüz etmək olsa, bağlayıcıdır. Bax, elə deyirəm, qeyd edin dəftərinizdə qayda kimi öyrənin. Kini, bax, kini uzun tələffüz etmək olsa, bağlayıcıdır. Amma kini dana, dənə ilə əvəz edə biliriksə, onda ədatdır. Bir də deyirəm, kini uzun tələffüz etmək olsa, bağlayıcıdır. Amma kini dana, dənə ilə əvəz edə biliriksə, onda ədatdır.
Baxın, burada cümləmiz elə verilib bağlayıcıya aid. Mən bilirəm ki, sən də gələcəksən. Gördük, burada kini uzada bildik. Mən bilirəm ki, sən də gələcəksən. Amma məsələn, nümunə yazaq. Məsələn, yazmır ki, yazmır. Bax, yazmır ki, yazmır. Məsələn, mən ev tapşırığı verirəm 200-300 dənə test. Gedir, yazmır ki, yazmır. Bax, burada ki, yazmır, dana yazmır. Yazmır, dənə yazmır. Görürsən, dana dənə ilə əvəz eləyə bildiysə, bu nə olacaq? Ədat. Bax, özündən sonra vergül intonasiyanın vergülüdür. Yazmır ki, yazmır deyir, yoxsa yazmır ki, yazmır. Burada görürük, uzatmırım. Amma mən bilirəm ki, sən də gələcəksən. Gördük, burada istədiyimiz qədər, bağlayıcılarında istədiyimiz qədər uzada bildik. Amma ədatda uzanma yoxdur. Əgər onu dana dənə ilə əvəz eləyiriksə, o ədatdır. Bu da belə. Bəzən ola bilər ki, indi bir dənə qeyd edeyim. Bunu başa düşdük yəqin ki. İndi bayaqları dadə bağlayıcısı haqqında danışdıq. İndi bu dadədə yerinə görə baxaq görək bağlayıcı kimi necə işlənə bilər. Məsələn, həm də bilirik ki, ədat kimi də işlənə bilər. Onu qarışdırmamaq üçün deyirəm. Sən də gəlməlisən. Sən də gəlməlisən. Bax, burada dənin yerinə gəl qoy dananı, dənəni. Gör qoya bilirsən. Sən dənə gəlməlisən, sən dana gəlməlisən deyə bildin? Təbii ki, yox, deyə bilmədik. Onda nə edək? Gələk qabağına qoyaq. Hətta. Hətta sən də gəlməlisən. Bax, nə oldu? Hətta sən də gəlməlisən. Bax, iştirak bağlayıcıdır. Hətta sən də gəlməlisən. Deməli, burada dən nədir? Bağlayıcı. Aha, bu hissəni də dedik. İndi davam edək. Qeydlərinizi də götürdünüz, yəqin. Əgər, hərca, madam, indiki, bir halda ki, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Bax, budaq cümlədən sonra qoyulur. Əgər getmək istəsə, gecikməsin. Madam ki, sən də gəlmisən, get içəri. İndi ki, getmək istəyir, mane olmayın. Hərçənd get idi, yenə də gedək. Dadə bağlayıcısı cümlədə təkrar olunmayanda vergül qoyulmur. Bu gün yağış da yağmışdı. Bax, təkrar olunmayıb, ona görə vergül qoyulmadı. Belə ki, bağlayıcısından sonra vergül qoyulur. İndi vaxtı az idi, belə ki, hər gün işdə olurdu. İndi qeydlərimiz gəlir, qeydlərimizə də baxaq. Deyir ki, qeydimizdə bizə ilə, bax, la, lə, həm bağlayıcı, həm də qoşma kimi işlənir. Və bunları fərqləndirmək üçün nələrə diqqət etməliyik. Əgər ilə işlənən cümlənin xəbəri cəmdə olarsa, ilə bağlayıcıdır. Yox, əgər ilə işlənən cümlənin xəbəri təkdə olarsa, onda ilə qoşmadır. İlə qoşulan söz sadalanarsa, onda yenə də qoşmadır. Baxaq, bax, testlərdə qarşınıza çıxacaq bu məqamlara diqqət edin. Deməli, ilə cümlənin xəbəri, bax, ilə işlənən cümlənin xəbəri cəmdə olsa bağlayıcıdır. Cəmdə oldu, bağlayıcıdır. Təkdə oldu, sadalandı, oldu qoşma. Cəmdə oldu, olanda oldu bağlayıcı. Təkdə olanda oldu qoşma. Sadalandı, oldu qoşma. Anar ilə aydın gəldi. Bax, görürük nədir? Təkdə. Anar ilə aydın gəldilər. Bax, gördük nədir? Cəmdə. Deməli, nə oldu? Bağlayıcı. Burada ilə deməli oldu bağlayıcı. Bax, burada və ilə də əvəz edə bilirik. Anar və aydın gəldilər. Anar ilə aydın gəldi. Bax, kim ilə? Burada kim ilə sualını verir. Kim ilə? Anar ilə aydın gəldi. Qeyd ikimizə baxaq. Qeyd ikidə deyir ki, həm bağlayıcı, həm də ədat kimi işlənir. Bunu fərqləndirmək lazımdır təbii ki. Əgər ki cümlənin sonunda işlənirsə ədatdır. Bax, mən bunları bilmirəm ki. Cümlənin sonunda işləndə ədatdır. Ki cümlənin ortasında işlənəndə özündən əvvəl xəbər gələrsə bağlayıcıdır. Məsələn, Cəmil bilir ki, bunları o edəcək. Məqsədim budur ki, hamı qalib gəlsin. Əgər cümlənin ortasında gəlib, özündən əvvəl xəbər gələrsə bağlayıcıdır. Ki cümlənin ortasında işləndikdə özündən əvvəl xəbər gəlməsə, olacaq ədat. Bax, xəbər gəlsə, olur bağlayıcı. Xəbər gəlməsə, olur ədat. Əgər cümlədə ki-dən sonra vergül işarəsi olarsa, bağlayıcıdır. Olmazsa, ədatdır. Təkrar olunan sözlərdə ki-dən sonra vergül qoyulsa da ədatdır. Çünki bədii məqsədlə edilən təkrar nümunəsidir, cümlələr bir-birinə bağlamır. Məsələn, bizimki də alınmır ki, alınmır. Burada ki olacaq ədat. Yəqin ki, bu qeydləri hər birimiz anladıq və diqqətlə özünüz də yenə oxuyarsınız, yadınızda qalar. Bax, nə dedik? Cümlənin sonunda işləndə oldu ədat. Əgər özündən əvvəl xəbər gələrsə bağlayıcı, xəbər gəlməzsə ədat. Vergül işarəsi olarsa bağlayıcı, olmazsa ədat. Vergül qoyulsa da, bax, ki-dən sonra təkrar olunan sözlərdə vergül qoyulsa da ədat olmuş olacaq. Davam edək. Ki ədat kimi işləndikdə özündən sonra modal söz gələndə vergül qoyula bilər. Məsələn, sən ki həqiqətən də saf adamsan. Bizim müəllim ki doğrusu bunu bizə çox izah edib. Yəni ki, uşaqlar, çox diqqətli olmaq lazımdır. Hər tərəfdən təhlil etmək lazımdır ki, cümləni bilək ki, bu ədatdır, yoxsa bağlayıcıdır. İndi gələk dadə. Həm bax yerinə görə dadə, həm bağlayıcı, həm də ədat kimi işlənə bilər. Dadə cümlədə iştirak məzmunu verərsə, bağlama funksiyası yerinə yetirərsə, olacaq bağlayıcı.
Məsələn, sən də bura gəlməlisən. Yəni hamı gəlib, sən də gəl. Kitab da, qələm də çantadadır. Bax, hər iki adı çəkiləndə iştirak edir. Yəni nə? Bağlayıcıdır bunlarda. İndi bizə deyir ki, Dadə, bax bu dediyimiz məqamlarda bu məzmunu ifadə eləmirsə, yəni iştirak məzmununu ifadə eləmirsə, olur ədat. Bura gəl də, gedək də. Burada da oldu ədat. Dadənin əvəzindən, bax əvvəlində daha doğrusu sasə gələrsə ədatdır. Bax, yəni ki, sasə plus da gələndə bu da nədir? Ədat. Sasə plus da, bax bu strukturda da olacaq nə? Ədat. Yaxşı, qeyd edin bunu da. Daha sonra 4-cü qeydimizə baxaq. 4-cü qeydimizdə bizə deyir ki, ancaq həm bağlayıcı, həm də ədat kimi işlənə bilər. Bunu da fərqləndirməyin bir yolu var təbii ki. Əgər ancaq bağlayıcı kimi işlənirsə, onu bax amma, lakin sözləri ilə əvəz edə bilərik. Məsələn, dedim, ancaq eşitmədi. Dedim, amma eşitmədi. Dedim, lakin eşitmədi. Oldu burada bağlayıcı. Amma onu biz yalnız sözü ilə əvəz edə bilsək, onda artıq olur ədat. Məsələn, bu gün ancaq o gəlmişdi. Bu gün ancaq yalnız o gəlmişdi. Bax, yalnızdan əvəz edə bildik oldu nə? Ədat. Ola bilər ki, bizə bir cümlə verər. Orada biz bunu həm amma ancaqla, həm də ki, yalnızdan əvəz edə bilərik. Yəni burada o söz həm bağlayıcı kimi, həm də ədat kimi düşünə bilər. Məsələn, yazaq ki, hamı oxuyurdu. Hamı oxuyurdu. Ancaq o yatırdı. Bax, burada ancaqı, bax, biz nə ilə əvəz edə bilərik? Amma o yatırdı. Burada amma ilə əvəz edə bildiksə bu yazıram, yəni bağlayıcıdır. Amma bu ancağı biz yalnız o yatırdı, yalnızdan da əvəz edə bildik, gördük. Yalnızdan da əvəz edə bildiksə, təkcə o yatırdı, yalnız o yatırdı, həm də ədat kimi düşünə bilərik. Yəni burada ancaq yerinə görə gördük ki, həm ədat kimi işlənə bildi, həm də bağlayıcı kimi də işlənə bildi. Bugünkü izahımız da bu qədər. Növbəti videolarımızda hansı mövzunun izahını istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun.